Azərbaycan İsrailə neft satır. İndi Qəzzada yoxdur da müharibə. Qəzza müharibəsini siz salmısınız. Azərbaycanın əvvəlcədən İsraillə müqaviləsi olub, orada nəzərdə tutulmamış ki, Həsən sən müqavilə olacaq. İkincisi, Azərbaycanla müqaviləni imzalayan söhbət təkcə Azərbaycandan gedmir. İran özü uğuru neft əməliyyatı reallaşdırır. Ona görə bəlkə də qaydaları bilirlərsə də bilənlər azdır orada. Trader şirkətlər var. İstənilən dövlətlə müqavilə bağlayır. 5-3% özünün də 1% faiz yarım özünün də payın nəzərə almaqla çıxardır satışa. Alan dövlət də trader şirkətinə deyir ki, mən Azərbaycan neftindən verir. Misal üçün. Yəni bu qədər əsasdır. Amma İran deyir, Azərbaycan İsraili Qəzzada soyqırımına şərikdir. İndinin özündə də Azərbaycan İsraili neftlə təmin. Amma arada düz söz danışır. Deyir, 4 dövlətdirlər. Azərbaycandır, Qazaxıstandır, Rusiyadır və ABŞ İsrailə neft verən dövlətdir.